Herkese salam dostlar. Bugün de yepyeni bir videolayıq. Bugünkü videomuzda dostlar, orada yani shorts videosunda göstərdiyim o bomba şutu necə atırlar onu göstərəcəm. Video keçməmişdən öncə videomuza like atıp kanalımıza da abone olmayı unutmayın dostlar. Biz videomuza keçid edək. Bəli dostlar, gəldik bakalım. Gördüyünüz kimi birinci normal bombacı oyuncu, yani bu bombacı oyuncunun necə bomba attığını göstərər. Yəni bu bombacıdır indi. Bunun bombası təbii ki bomba kimi bombadır. Bu normal bir bombadır. Yəni daha o kvas Bəli dostlar, hal-hazırda gəldik və başlamamışdan öncə bunu demək istəyirəm. Bu şutu ata bilmək üçün ümumiyyətlə oyuncunuzun falsosu çox yüksək olmalıdır. Yəni 90 və üzərində olmalıdır ki, bu şutu ata bilsin və bu şutu gerçək oyunlarda heç tövsiyə görmürəm çox da, çünki başınızı qarışdıra bilər və yaxud da ki çox sürətli oyun, əliniz çox cəlddirsə tez bir şəkildə edə bilərsiniz. Mən buradan Ronaldinho-nu seçirəm, çünki Ronaldinho-nun dostlar bu zərbəsi çox yüksək səviyyədədir. Yəni falsosu çox yüksək olduğuna görə zaten atma becerisi var. İndi isə bu şut necə vurulur? Hal-hazırda dostlar bu şut necə vurulur? Şutu aşağı çəkim normal falso, sonra isə şutu yuxarı qaldırırsınız dostlar. Yəni necə? Elə bilin ki, sadə çəkdiyiniz bir falso çəkirsiniz. Həmin falsonun ardıcı da şutu yuxarı qaldırırsınız, aşırtma şut edirsiniz, elə bilin. Bunu etdiyiniz təqdirdə dostlar qalxa biləcək, yəni olacaq. Amma falsosu çox kiçik olan oyuncularda dostlar bunu etmək olduqca çətindir, çünki falsosu az olan oyuncularda topu falso verə bilmədiyinə görə olmur. Amma əlinizdə məsələn David Beckham da var, hal-hazırda gördüyünüz kimi David Beckham da gəlir buradan. Şutu birinci aşağı, sonra isə yuxarı qaldırırsınız. Baxın bu şəkildə birinci aşağı, sonra isə yuxarı qaldırırsınız və bu şəkildə dostlar bomba şuta bənzər bir şut atır. Gördüyünüz kimi Rumenige də var. Baxın buradan Rumenige ilə də eləyirəm, amma falsosu aşağı olduğuna olmur dostlar. Bunu soldan da eləyə bilərsiniz, sağdan da eləyə bilərsiniz. Artıq o sizin öz keyfinizə baxır dostlar. Necə istəsəz o şəkildə də edə bilərsiniz. Bunun fərqi odur ki, bunda qapçı topu götürə bilmir. Yəni tək hamlə şutu birinci aşağı, sonra da yuxarı qaldırmalıdır. Videomuz bu qədər dostlar. Videomuzu bəyəndinizsə like atıp abunə olmağı unutmayın. Sağ olun dostlar.